Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Depressiya sadəcə olaraq keyfsizlik deyil. Depressiya insanın motivasiyasını, yuxusunu, hətta yaşamaq eşqini əlindən alan ciddi bir xəstəlikdir. Və bəzən dərmanlar belə kömək olmur. O zaman müasir üsul TMS terapiya devrəyə girir. TMS terapiya transkranial maqnit stimulyasiya beynin bəlli bölgələrini stimulyasiya edərək oyadır və aktivləşdirir. TMS terapiya tamamilə ağrısızdır və yan təsirləri demək olar ki, yoxdur. Dərmanlardan fərqli olaraq kimyasal təsir də göstərmir. Sadəcə olaraq birinci, üçüncü seans arasında yüngül baş ağrı və yaxud da ki, dəridə gizilti hiss edə bilərsiniz, lakin hər kəsdə olacaq deyə bir şey yoxdur və birinci, üçüncü seansdan sonra bu yan təsirlər də ortadan qalxır. Və əgər siz özünüzdə depressiv hal hiss eləyirsinizsə, mütləq şəkildə ilk növbədə psixiatra və yanaşı olaraq neyromodulyasiya mütəxəssisinə müraciət edə bilərsiniz. Və depressiyadan müalicə alırsınızsa və dərmanlardan effektivlik görmürsünüzsə, o zaman alternativ olaraq TMS terapiyanı da bir araşdırın. Son olaraq da onu demək istəyirəm ki, sağlam həyat tərzi ilə TMS terapiya yanaşı aparıldıqda insan həyat enerjisini yenidən geri almış olur. Unutmayaq ki, TMS terapiya beyni oyadan müasir bir üsuldur və sizə bir şans verilsəydi, siz dərmanla yoxsa dərmansız müalicəni tərcih edərdiniz? Cavablarınızı şərhlərdə maraqla gözləyəcəm və hər bir şərhiniz cavablandırılacaq. Daha çox məlumat əldə etmək üçün kanalıma abunə ola bilərsiniz.